Salam, hörmətli Qərbi Azərbaycan televiziyası izləyiciləri. Xoş gördük sizi dəyərli tamaşaçılarımız bugünkü müzakirə vaxtı proqramında. Bugün biz martın ilk həftəsindəyik. Dəyərli tamaşaçılarımız, sizin də bildiyiniz kimi mart ayı dünyada qadın haqları ayı, qadınların bayramı kimi tanınır. Sözsüz ki, dünyanın bir parçası olan ölkəmizdə də qadınların bayramı ildən ilə daha möhtəşəm keçirilir və Azərbaycan xalqının ta qədimdən qadına verdiyi dəyərin bir daha bariz nümunəsini bütün beynəlxalq ictimaiyyət görür. Azərbaycan xalqının dəyərlərində, milli dəyərlərində qadına xüsusi qiymət verilir. Qadın ən ali varlıq kimi cənnət anaların ayağı altındadır deyilir. Və qadınlara verilən bu dəyər bütün Azərbaycanın keçdiyi bu 20 əsrlik tarixin bütün mərhələlərində də biz onu görə bilərik. Təkcə bir Dədə Qorqud kitabəsini demək kifayətdir ki, Dədə Qorqud kitabəsinin 12 boyunun hər birində Azərbaycan qadını, Türk qadını bir cürə tərənnüm edilir. Azərbaycan qadını sərkərdədir, Azərbaycan qadını xaqanın yanında onun məsləhətçisidir, Azərbaycan qadını müqəddəs anadır, diplomatdır. Yəni, Azərbaycan qadını mən təsəvvürünə gətirə bilmirəm ki, İkinci hansı xalq bu qədər ali, bu qədər yüksək dəyərləndirir. Və məhz bugün bu Novruz bayramı, Bahar bayramı əhval-ruhiyyəsində fonunda, biz çərşənbələr fonunda biz qadınların bayramını qeyd edirik. Və sözsüz ki, qadınların bayramı bir daha deyirəm ki, dünyanın fərqli ölkələrində və beynəlxalq təşkilatlarda fərqli formatda keçirilir. Bugün biz Azərbaycan formatında Azərbaycan qadınlarının bayramını qeyd edirik. Bizim bugünkü qonağımız çox dəyərli, çox hörmətli. Siz onu çoxdan tanıdığımız bir xanımdır və bugün bizim Milli Məclisdə Azərbaycan qadını, millət vəkili kimi Azərbaycan qadını kimi təmsil olunur. Elnara xanım Akimova və biz Azərbaycan qadını kimdir sualını və bugün Azərbaycan xalqı qadına necə dəyər verir, Azərbaycan qadını hansı yol keçib, qısaca Elnara xanımdan bu məsələləri, onun fikirlərini, düşüncələrini sizlərlə paylaşacaq. Buyurun Elnara xanım, Azərbaycan qadını kimdir? Azərbaycan qadını 20-ci əsrdə necə yol keçibdir? Hansı yol keçib? Buyurun. Dəvətə görə öncə qarşıdan gələn 8 Mart bayramı münasibəti ilə bəri başdan bayramımızı təbrik edirəm. Əslində qadın o qədər ali, müqəddəs bir varlıqdır ki, onun təbriki üçün hər hansı bir günə, aya, saata çərçivələnmək də mümkün deyil. Amma bu bir, necə deyim, artıq öyrəşdiyimiz bir tarixi bir məqamda 8 Mart gələndə biz artıq bu qadına daha çox diqqət ayırmağı sevirik. Azərbaycan qadını kimdir? Azərbaycan qadını böyük bir tarixi aşamalardan çıxmış, öz milli kimliyini, qürurunu hər zaman uca tutmuş. Ədəbiyyatımızın, siyasətimizin, ictimai həyatımızın, yəni bütün düşüncə spektrlərinin bütün yönlərində daim öz adını imzalar içərisində yazdırmağı bacarmış bir şəxsiyyətdir Azərbaycan qadını. Tariximizdə bir Sara Xatun örnəyi var, yəni bir siyasi lider olaraq. Daha sonra 20-ci əsrin əvvəllərində Azərbaycan qadınına seçki hüququ verən demokratik cümhuriyyətimiz olub və seçki hüququndan sonra, daha sonra deyək ki, Azərbaycanda çıxan ilk mətbuat yayımlarından biri İşıq jurnalının qadını Xədicə xanım qadın olub. Yəni mətbuatın inkişafında, dərsliklərin inkişafında, ümumiyyətlə 20-ci əsrin əvvəllərində olan bu ədəbi ictimai prosesin oyanışında Xədicə xanım elə bizim deyək ki, öz həmcinsləri qədər yəni böyük bir müqtədir işlər görməyi bacarıb. Daha sonra biz 20-ci əsrin keçdiyi yoldan danışanda mən həm də fərqli sistemlər olubdu təbii ki. Bəli, fərqli sistemlər olub. Mən bir də tarixi aşamalar sözlü Məlahət xanımla haqlı olamadım. Çünki bizim 20-ci əsrdə bir də 37-ci il məşhum bir faktı var, yəni repressiya. Bilirik ki, repressiya uğrayan şair və yadçılarımızın xanımları da onlarla eyni qədər, eyni dərəcədə sarsıntıya, məhrumiyyətə, əzaba, əziyyətə məruz qaldı. Onların bir qismi, deyək ki, şair və yadçılar güllələndi, amma onların xanımları, deyək ki, sürgün olundu, müxtəlif vilayətlərə göndərildi. Burada acılıqla, burada əziyyətlərlə övladları əlindən aldı və müxtəlif
o sarsıntılara məruz qalındı. Müxtəlif deyək ki, bəziləri vətəndən didərgin salındı, bəziləri zindan həyatı yaşadı. Amma bütün bunlara baxmayaraq və bütün bunların fonunda biz Azərbaycan qadınına hər zaman sarsılmaz gördük. Sovet dövrünün özündə, Sovet epoxasında Azərbaycan qadını kişilərlə bir yerdə, yəni bir cəbhədə vuruşdular. Yəni xalqın milli yaddaşının oyanışında biz ədəbiyyatımıza baxsaq, bizim ana dilinin qorunmasında, bizim milli kimliyimizin, milli şuurumuzun qorunmasında bizim kişi yazıçı şairlərimiz qədərilə qadınlarımız da ön cəbhədədirlər. Eləcə də biz siyasi həyatımızda da bunu yəni səsləndirə bilərik. Elə o zaman da deyək ki, parlamentdə təmsil olunan qadınlar, müxtəlif o vəzifələri öz öhdəlisinə, zərif çiyinlərinə götürmüş qadınlar bunu layiqincə öhdəsindən gəlməyə çalışdılar. Hətta mən Heydər Əliyevin bir fikrini hər zaman səsləndirirəm. O deyir ki, Azərbaycan qadınının üzərinə çox böyük bir yük düşüb. Amma o bu yükün altından hər bir zaman ləyaqətlə və şərəflə gəlməyi bacarıb. Bu da orada da Azərbaycan qadınının bütün hallarda, bütün tarixi keşməkeşlərdən üzaq çıxdığının bariz nümunəsidir və bunun en qədər nümunəsini burada sıralamaq mümkündür. Bəli, təbii ki, çox təşəkkür edirəm. Təbii ki, vaxtın azlığından siz o insanların, o şərəfli, ləyaqətli insanlar, Azərbaycan qadının adını hər zaman ucalıq gətirən qadınların adlarını saymaqla bitirməz. Repressiya dediniz, mən bir dənə də məsələni istərdim xatırladam bizim tamaşaçılarımıza. Biz həmin illərdə Sovet dövründə Azərbaycan qadını hətta deportasiyada məruz qalıb dəfələrlə. Yəni 47-53 əsrin əvvəlində 18-21-də yenə də bütün o məhrumiyyətlərdən siz tamamilə doğru deyirsiniz ki, bütün məhrumiyyətlərdən yenə də qəhrəmanlıqla çıxıb, yenə də adını ən yüksək ucalara yazıbdı və bəlkə də elə ona görədir ki, Ümumiyyətlə, mən sizə deyim, Əlayət xanım, Azərbaycan qadını bütün hallarda kişilərlə, yəni çiyin-çiyinə olur. Yəni ağrılarını da bir daşıyıb, əzablarını da bir daşıyıb və şərəf və ləyaqətinin də arxasında dayanmağı bacarıb. Eyni zamanda ailə ocağını da, bəli, ailə ocağını da sədaqətlə. Mən bir əhəmiyyətli bir məqama toxunmaq istəyirəm. Bizdə 2000-ci illərin əvvəlində bir gender məsələsi önə çıxdı, feminizm. O zaman mən bir məqalə yazdım və bildirdim. Onun biraz ətrafında müzakirə oldu. Mən yenə də onun üzərində dayanıram ki, Azərbaycanda yəni gender məsələsi, yəni hara qədər öz intişarını tapa bilər. Ümumiyyətlə, feminizm Azərbaycan qadını üçün yararlıdırmı? Mən düşünürəm ki, yararlı deyil. Deyil, tamamilə sizdən mən razıyam. Bəli, ona görə ki, Azərbaycan qadını bütün hallarda anadır, bütün hallarda həyat yoldaşıdır və öz azadlığının da çərçivələrini bilir. Evdə öz missiyası nədir, onu da bilir. Və çox təşəkkür edirəm bu fikirlərim. Davam edin. Çox həqiqətən də çox dəyərli tövsiyələrdir. Yəni, bəs bunu bildiyinə görə öz hüquqlarını da tanıya bilir. Yəni, hüquq o demək deyil ki, azadlıq o demək deyil ki, qadın yəni bundan bir anarxiya səviyyəsində istifadə etsin. Azərbaycan qadını məhz o çərçivələri bildiyinə görə əsl Azərbaycan, ləyaqətli Azərbaycan qadınlarından söhbət gedir. İstisnalar bütün hallarda həmişə var, amma biz təbii ki, onlara toxunmuruq. Biz Azərbaycanın milli şuurunu, Azərbaycanın ləyaqəti bilən və bunu bütün sahələrdə doğru yürütməyə bacaran qadınlardan söhbət gedir. Biz böyük bir tarixi bir ağrılardan keçdik, biz Qarabağ müharibəsindən keçdik və çox təəssüf ki, biz 30 il Azərbaycan qadını qaçqın, köçkün adını öz üzərinə bir status kimi götürməyə məcbur oldu. Eləcə də Məlahət xanım deportasiya məqamını vurğuladınız. Elə 48-53-cü ildə, elə 80-ci illərin sonunda da, yəni bizim Qərbi Azərbaycandan deportasiya olunan yurttaşlarımın içərisində o ağrıları yaşayan, o mənəvi ağrını yaşayan nə qədər qadınlarımız oldu. Və bugün də Qərbi Azərbaycan ideologiyasının möhkəmlənməsində onlar kişilərlə eyni cəbhədə həm təbliğat aparırlar, həm bu yöndə ideoloji savaşda iştirak edirlər və bütün hallarda milli ruhun, milli inamın oyaq qalması üçün nə lazımdırsa verirlər. Çox təşəkkür edirəm Elnar xanım. Mən o sizin dediyiniz məsələni biraz da istərdim ki, sizinlə bir yerdə genişləndirək, dərinləşdirək. Həqiqətən də bu belədir. Gender və feminizm Qərbin Azərbaycan kimi dərin və zəngin milli dəyərlərə malik olan ölkələrinin milli ailə institutlarının milli dəyərlərini sarsıtmağa yönələn bir şeydir. Məsələn, bəli, əlbəttə Azərbaycanda siz elə bir dənə o misal kifayətdir ki, əsrin əvvəlində hələ Amerikada, Avropanın ən inkişaf etmiş, güya özlərinin demokratik dövlət hesab etdikləri ölkələrdə qadınlara seçib seçilmək hüququ verilməyəndə bizim ölkəmizdə, bizim xalqımıza, Azərbaycan qadınına o hüquq verilmişdir. Yəni bu özü heç bir mübahisəyə girmən bir fakt deyil. Mübahisəsiz bu faktla Azərbaycan qadını da
Azərbaycan xalqının qadına hörməti də, sevgisi də, ana vətən, ana torpaq, ana yurt, bu fikirlər hamısı qadına verilən dəyərlərdir. Amma qadının sizin dediyiniz kimi ailə ocağına bağlılığı, ləyaqətli xalqına, vətəninə, dövlətinə, liderinə bağlı evladın yetişdirilməsi. Ola bilsin bir qadın heç təhsili yoxdur, hansısa da yüksək vəzifəyə çatmır, amma Heydər Əliyev kimi oğul yetişdiribdir. Bizim şəhidlərimizi yetirən ananın, qadının, Azərbaycan qadının digər qadınlarla heç müqayisəyə girmək necə deyirəm, düzgün deyil. Ona görə mən çox təşəkkür edirəm bu fikirlərinizə görə. Və mən, siz belə qısa ekskurs, amma çox mükəmməl bir ekskurs verdiniz. İstərdim ki, bu müstəqillik illərində, yəni biz Azərbaycan qadını müstəqillik illərində kim oldu? Azərbaycan qadını o şərəfli, tarixi, şərəfli keçmişi necə davam etdirdi? Bax, o esteri dağılan ərəfədə xalqlar öz azadlığına, istiqbalına qovuşmaq uğrunda mübarizədə Azərbaycan qadının duruşu necə oldu? Mən bundan bağlı sizin fikirlərinizi. Azərbaycan müstəqillik dönəmi bildiyimiz kimi biz necə yaşadıq? Biz müstəqillik təntənəsini tam ürəyimiz istəyən kimi yaşaya bilmədik ona görə ki, eyni anda biz Qarabağ faciəsi ilə üzləşdik. Biz 20 yanvar faciəsindən keçdik, Xocalı soyqırımı, ard-arda itirilən müxtəlif torpaqlar. Amma bütün hallarda, yəni bilirsiniz, ağrını ana Azərbaycan qadını çəkdi. Əlbəttə, oğul itirən analar oldu, tabutunun altına girən analarımız oldu, övladlarının o yadigarlarını sinəsinə sıxıb böyüdən, ondan təskinlik tapan analar oldu. Amma o analar həm də 2-ci Qarabağ savaşına gətirən yolun o cığırını açdı, orada savaşan əskərlərimizi yetişdirdi və o analar... Özü də şəhid oldu, Salatın Əskərova. Bəli. Dilarə Əliyeva, bizim dilçi alimimiz. Yəni, kimi elmin fədaisidir, kimi torpağın fədaisidir. Hər olduğu cəbhədə təbii ki, bir əskərə çevrilir və tarixin bütün sınaq məqamlarında bu hər bir zaman belə olub. Və sizin vurğuladığınız kimi Məlahət xanım, yəni o 2-ci Qarabağ savaşında da o yetişən bizim əskərlərimizi, o igid oğullarımızı yetirən qəhrəman analarımız oldu və daşıdığı qaçqınlıq statusuna, bu qədər ağrılara, məhrumiyyətlərə və Qarabağ içərisindəki o Qarabağ ağrısına baxmayaraq o oğullarımızı qəhrəman kimi yetişdirə bildilər və Zəfər savaşı müharibədən onlar alın-açıq uzaq çıxmağa o oğullarımızın təpəri ilə nail olduq. Və eyni zamanda bu bizim siyasi həyatımızda da ümumilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə, istər 1960-82-ci illərdə, istər 1993-cü ilin, 2003-cü illərdə, bütün hallarda ümumilli liderin o apardığı bir məfkurə siyasətinin, ideoloji savaşın əsasında həm də qadına yönəlmiş... Dövlət siyasətinin tərkibi oldu. Bəli, böyük bir qiymət dururdu. Çünki ümumilli lider müdrik bir adam idi. O bilirdi ki, bir dövlətdə, bir cəmiyyətdə qadına ali bir nüfuz varsa, ali bir diqqət varsa, o qadın xariqələr yaradacaq. Hüseyin Cavid necə deyirdi? Qadın gülərsə bəşəriyyət güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Ulu öndərimiz də bu prinsipə. Bunu prioritetə çevirirdi, meyara çevirirdi və o təsadüfi deyir ki, 1993-cü ildə Qadın Problemləri Komitəsi yaratmışdı. 98-ci ildə. Ona bir dənə məqamı vacib məqamdır, tamaşaçılarımız üçün də çox vacib məqamdır. Həqiqətən də çox gözəl vurğuluyursunuz hər bir şey. Mən təşəkkür edirəm. Məhz 91-ci ildə Azərbaycan müstəqilliyi qazandıqdan sonra 94-ə qədər, 93-də Ulu Öndərimiz hakimiyyətə gəldi. O vaxtki təsadüfi dövlət rəhbərliyi 8 mart hansı ki, Birləşmiş Millətlərin günüdür. 8 mart Dünya Qadınlar Günü olduğu halda bizim ölkəmizdə qadağan olundu. Bir müddət 8 mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyd olunmadı. Yəni bu belə bundan dəhşətli belə qərar mən təsəvvür gətirə bilmirəm. Amma Ulu Öndər 93-də hakimiyyətə gələndən sonra 94-cü ildən başlayaraq artıq 93-də gələndə hakimiyyətə 8 mart arxada qalmışdı. İyul ayında çünki Ulu Öndər gəldi. 94-cü ildən sonra Azərbaycanda sizin də o qadın komitəsi ilə bağlı deyəcəyiniz fikirlər Ulu Öndərimiz qadınlarla bağlı həm beynəlxalq 94-cü ildən keçirilməyə başladı. Heç unutmaram, Mahnı Teatrında olurdu ilk tədbirlər və Birləşmiş Millətlər Təşkilatının qadınlarla bağlı qəbul etdiyi bütün sənədlər, bütün konvensiyalar
Ulu Öndərin şəxsən imzası ilə ratifikasiya olundu. Buyurun və Qadın Komitəsinə gələn yol idi bu 98-ci ildə. 98-ci ildə yaratdı və İlham Əliyev də hakimiyyətdə olduğu zaman 2003-cü ildən sonra onun çevrəsini bir qədər genişləndirdi və həmin komitə artıq bugün Ailə, Qadın və Uşaq Problemləri Komitəsi adlanır və mənə elə gəlir ki, bu çox həm də bunu bir simvolik məqamda qəbul etmək lazımdır. Çünki qadın olan yerdə bir ailə və uşaq anlayışlarına da yer var. Ona görə də bugün o ad daha konseptual görünür və öz qadının missiyasını çox uğurlu bir şəkildə çevrələyir. Və bugün də mən Azərbaycan qadınını ümumiyyətlə bizim bütün sahələrdən ən öncül sırada qərarlaşanlardan görürəm. İstər bugün parlamentdə baxın Məlahət xanım, yəni ötən çağırışa nisbətən. Elnur xanım çox gözəl vurğuladınız Azərbaycan qadınının həm müstəqillik illərində duruşunu, rolunu, iştirakını həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ müharibəsinə gətirdiniz. Çox gözəl bu fikirlərinizi səsləndirdiniz. Bax, burada Azərbaycan qadının əldə etdiyi nailiyyətləri, fədakarlıqları, məhrumiyyətləri dediniz və bunların içərisində o köçkünlük və qaçqınlıq məsələsi. Çünki Azərbaycan qadınına siz hətta repressiyada vurğuladınız, repressiya illərində, deportasiyanı da xatırladınız. Amma bu müstəqillik illərində Azərbaycan qadının adına bir məcburi köçkün, qaçqın adı da gəldi və biz Allaha çox şükür ki, Müzəffər Ali Başkomandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz köçkün adını, bax, indi biz bu qaçqın məsələsində, qaçqın qadın adını nə zaman Azərbaycan qadının üzərindən götürəcək? Çünki 87-91-ci ildə 300 mindən çox Qərbi Azərbaycandan bacı qardaşlarımız öz doğma yurtlarından qovulublar. Biz Qarabağ yaramızı bütövləndirməyi bacarmışıq, yaramızı sarımışıq, amma çox təəssüf ki, Qərbi Azərbaycan adlı bir mərhələnin içərisindəyik və böyük bir ideoloji bir savaş gedir Qərbi Azərbaycanla bağlı haqqımızın, haqq savaşımızın geri alınması üçün və mən inanıram ki, biz bu savaşda da elə 44 günlük müharibədəki kimi çox tez bir zamanda, yəni biz istədiyimizə nail olacağıq və necə ki, Qərbi Azərbaycandan deportasiya olunan o qadınların üzərində qaçqın köçkün adı var, o adı da ləyaqətli şəkildə silməyə Azərbaycan oğullarının və ilk növbədə də Azərbaycan xalqımızın və Azərbaycan prezidentinin siyasi iradəsi, diplomatik nüfuzu, səriştəsi ilə nail olacaq. Çox təşəkkür edirəm. Son olaraq Elnur xanım, böyük məmnuniyyətlə bir sual vermək istərdim. Bugün Azərbaycan qadını kimdir? Azərbaycan qadını o şərəfli adı beynəlxalq aləmdə və eləcə də regionda, ölkəmizdə necə təqdim edir, necə tərənnüm edir? Bugün Azərbaycan qadını... Elə qısa cavab verəcəksiniz. Bugün Azərbaycan qadını anadır. Bugün Azərbaycan qadını uğurlu bir diplomatdır, uğurlu bir siyasətçidir, maarifçidir, xeyirxah işlər etməyə yönələn böyük bir gücün sahibidir, böyük bir ürəyin sahibidir və mən digər heç adlara keçmədən mənə elə gəlir ki, tək Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın adını çəkmək kifayət edər ki, onun simasında, onun simasında bu sadaladıqlarımın hamısı ehtiva olunur. Həm siyasətçi kimi, həm bir ana kimi, həm bugün onun Qarabağda Heydər Əliyev fondu tərəfindən illərlə həyata keçirdiyi o məktəblərin məktəb tikintisi var, quruculuq işləri var. Bugün Qarabağda mədəniyyət abidələrimizin bərpası ilə bağlı görülən işlər. Yəni bu bir Azərbaycan qadınının həm də hünəridir, böyük bir cəmiyyətə yönələn müqtədir bir addımıdır. Yəni bir həyatın, cəmiyyətin tərəqqi hərəkatında Azərbaycan qadının nə qədər müstəsna bir rol oynamağının göstəricisidir. Həqiqətən də çox təşəkkür edirəm. Çox doğru və gözəl bir örnək gətirdiniz. Mehriban xanımın ötən illər ərzində Azərbaycana, o Qarabağ savaşında Azərbaycana qarşı o mübarizə aparan, o informasiya mübarizəsində qarşımızı sədlərlə kəsən o erməni lobbisi, erməni diasporuna qarşı böyük mücadilə etdi. O rəhbərlik etdiyi və qurucusu olduğu Heydər Əliyev fondunun xətti ilə eləcə də İSESCO-da, UNESCO-da Qarabağın səsi oldu. Qarabağ mədəniyyət diplomatiyasından Azərbaycanı, necə deyirlər, Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, sizin dediyiniz o Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi törpə, Qarabağ atından tutmuş, Qarabağda yaradılan mədəni irsimiz, muğam olsun və digər, onların hər birini dünyada həm İSESCO-da, həm UNESCO xətti ilə
təbliğ etdi və o da bizim 44 günlük müharibəmiz, vətən müharibəsində böyük rol oldu ki, yəni çünki ermənilər sənətimiz, musiqimiz, bir xalq nə ilə tanınır? Mədəniyyəti, dünya milli mədəniyyətinə, mənəvi dünya dəyərləri ilə. mədəniyyətə Bugün o dəyərlərin keşiyində, yəni arın arxayın dayana bilir Mehriban Əliyeva. Bəli, və əminik ki, inşallah Qərbi Azərbaycan həqiqətlərinin də dünyada təbliğ olunmasında yenə də Mehriban xanımın da böyük rəhbəri ilə bugün Heydər Əliyev Fondu Qərbi Azərbaycan icması ilə bərabər bir çox layihələr icra edir. Yəni bu Qərbi Azərbaycan icması tərəfindən Qərbi Azərbaycan o 87-91-ci ildə o qovulmuş insanlar tərəfindən çox yüksək dəyərləndirilir Heydər Əliyev Fondunun davamlı olaraq. Çox uğurlu təşkilatlanma var bu işdə təbii ki. Ona görə gəlin elə bu sonluqla da hörmətli Elnara xanım, Mehriban xanımın simasında bu 8 mart bayram ərəfəsində, bu Novruz əhval-ruhiyyəsində biz Mehriban xanım Əliyevanın simasında bütün Azərbaycan qadınlarını təbrik edək. Bütün o keçmiş köçkünləri və bugün o öz yurduna, öz doğma vətəninə qayıdan, o ocağını yenə də o böyük qayıdış, möhtərəm prezidentimizin rəhbəri etdi, o böyük qayıdış proqramı çərçivəsində yenidən öz doğma ocağını isidən o qadınlarımızı təbrik edək. Və biz əminliklə deyək ki, çox yaxın vaxtlarda sizin dediyiniz kimi Qərbi Azərbaycandan qovulmuş o 100 minlərlə qaçqın bacılarımız, analarımız da həmin o sevinclə, həmin o əhval-ruhiyyə ilə öz doğma yurt yuvalarına, tarixi vətənimizə, əcdadımızın yurduna qayıdacaqdır. Bir daha əziz Azərbaycan qadınları, dünyanın harasında olursa olun, sizin ancaq qəhrəmanlığınıza, ancaq fədakarlığınıza, ancaq vətəninizə, dövlətinizə, dövlət başçısına sədaqətinizi görürük və hər ikimiz, həm Elnara xanım, həm mən bir parlamentdə təmsil olunan qadın kimi sizin hər birinizin bayramınızı təbrik edirik və sizə arzu edirik ki, gələcəkdə də dövlətimiz və dövlətçiliyimiz yolunda yorulmaz fəaliyyətinizi davam etdirəsiniz. Can sağlığı, ailə xoşbəxtliyi arzuluruq. Çox sağ olun Elnara xanım, mən də sizin bayramınızı təbrik edirəm. Sağ olun, çox sağ olun.